Beynəlxalq hüquqda delimitasiya və demarkasiyalar təyin olunurkən mübadilə yöntemləri də əslində yöntemlərdən biridir. İstifadə oluna bilən yöntemlərdən biridir. Bəzi keçmişdə də baxdığımızda bəzi dövlətlər arasındakı əlaqələrdə bunu görə bilirik. Amma burada əlbəttə ki, qarşılıqlı iki dövlətin razılaşmasıyla bu ancaq mümkün ola bilər. Burada yəni Azərbaycan iktidarının nə düşündüyünü təyin eləmək lazımdır. Mənə görə də, mənim də takip etdiyim qədərilə, oxuya bildiyim, görə bildiyim qədərilə Azərbaycan üçün bu çox səmərəli deyil. Çünki sizin də vurguladığınız kimi, xüsusilə Kərki və Qazaxın 4 kəndi bizim həm Gürcüstan marşrutu, həm İran marşrutu açısından bizim için çok stratejik kentlerdir. Elbette ki bu o demek değildir ki biz bu kentleri elimizde tuttuğumuz zaman bu marşrutları tamamen kontrol edecek. Hayır, ama sonuçta stratejik mövqeyi olan bir anklavın stratejik değeri biraz daha az olan bir anklavla değiştirilmesi veya mübadele edilmesi çok da serfeli olmayabilir. Ama bu elbette ki yine diyelim Azerbaycan devletinin o idare veya iktidarın iradesine bağlıdır. Çünkü bazen üzr isteyerek söyleyeyim onu. Bu pazarlıkta bazen bazı şeylerden de taviz vermek mümkün olabilir. Şimdi burada stratejiyanı ben bir hərbiçi olmadığım için o cəhətini belki o kadar da çok kıymetlendirə bilmərəm. Elbette ki Azerbaycan'ın bu yani hərbi strateji açısından o ağılını da dinlemek lazımdır. Ne kadar stratejiktir, neye göre kıymetlendirmek lazımdır. Eğer çok sərfəli bir iş değilse elbette ki bu sadece Ermənistan veya Paşinyan elə istəyir olmayacak. Bu karşılıklı pazarlıklar yoluyla, karşılıklı sövdələşmələr yoluyla həll olunabiləcək bir iştir. Hazırda görünen o ki Azerbaycan'a stratejik olarak çok da sərf eləmir. Onun için Azerbaycan açıkça hazırda bunu reddeliyir. Ama gələcək mübadilə sürecinde sülh görüşmeleri, yani elbette ki hazırda böyük ihtimal seçkiler sebebiyle sulh görüşmeleri ve delimitasiya, demarkasiya işleriyle ilgili komisyanın işleri de biraz dayanmış durumdadır. Seçkilerden sonra bunlara devam edilecek. Eğer elbette Paşinyan seçileceğini öngörerek söyleyirik. Yani o iktidarla devam edecek ve orada bu elbette ki tekrar Paşinyan iktidarı tarafından belki de gündeme getirilecek veya belki de belə ola bilər ki bu seçki qabağı Paşinyanın bölgedeki, yöredeki halkı biraz memnun etmek için dillendirdiği bir husustur. Belki de seçkilerden sonra Paşinyan da bunda ısrar etmeyecektir. Onu ilerleyen müddet içerisinde ancak görebiliriz. Cavit bəy, digər bir önəmli detal ondan ibarətdir ki, indi müxalifət daha çox Azərbaycan faktorundan istifadə edir seçkilər dönəmində. Prezident İlham Əliyev hansısa bir addım atırsa, hansısa bir açıqlama verirsə, onlar Ermənistan daxilində Nikol Paşinyana qarşı bunları bir silah olaraq istifadə etməyə başlayır. Əlbəttə ki, bu Ermənistan-Azərbaycan münasibətləri ilə bağlı verilən bütün bəyanatlara aid deyə bilərik. Ələxüsus ki, Robert Köçəryanın biz açıqlamalarında tez-tez buna təsadüf edirik. Yəni, müqayisə ediləcək deyil, amma Azərbaycanda seçkilər dönəmində əlbəttə ki, daxili olaraq siyasət yürüdülür. Diplomatik istiqamətdə seçki prosesi gedir, kampaniya yürüdülür. Amma Ermənistanda isə Ermənistanın daxili işidir. Öz baş nazirlərini seçirlər. Amma Azərbaycanla bağlı bütün detallar, bütün açıqlamalar, Azərbaycan liderinin verdiyi bütün mesajlar bu seçki kampaniyasının bir hissəsi, tərkib hissəsi olaraq istifadə edilir və bu cür təzyiq göstərilməyə başlayır Nikol Paşinyana qarşı. Nəyə görə? Bəllidir əlbəttə ki, Paşinyana qarşı müxalifət hansısa bir silahdan istifadə etməyə çalışır və yaxud da bu və yaxud da ki, digər formada onu zəif olaraq görmək istəyirlər, zəiflətmək istəyirlər. Amma Azərbaycan faktorunun bu qədər istifadə edilməsi nəyə hesablanıb və müxalifətin əlini gücləndirirmi onların düşündüyü kimi? Bilirsiniz Nurhana Hanım, siz de dediğiniz gibi bir seçki qabağı kampanyalarda her zaman seçkiye giren partiyalar ve bloklar iki hususiyet üzerinden özlerini tanımlamaya çalışırlar. Birincisi harici siyaset prioritetleri, biri de dahili siyaset prioritetleri. Şimdi Ermenistan elə bir mövqededir ki hal-hazırda her ikisinde de Azerbaycan mühim rol oynuyor. Bu bizden aslı olan bir şey değildir aslında. Çünkü Azerbaycan için hiçbir zaman Ermenistan bir prioritet meselesi olmadı. Azerbaycan'ın hem
harici siyasetinin dediniz ya da biz seçkilerde. Çünkü bizim hem iktisadi əlaqələrimizi, hem siyasi əlaqələrimizi fərqli şəkillərdə formalaşdırma veya şaxələndirmə şansımız vardı. Ama Ermənistan, özünüz de bilirsiniz ki, bir taraftan Türkiye, bir taraftan Azerbaycan, yani harici birinci daxili prioritetlerden söhbət getsə, deyək ki, nedir? İqtisadiyyatın gəlişdirilməsi. Əslində Saakashvilinin dediyinə mən də qoşuluram. Ermənistan xalqı sıradan bir seçki qarşısında deyil. Ermənistan xalqı bir mənada səfalətlə rəfah arasında müharibə şəraiti ilə sülh halında yaşamaq, keçmişlə hesaplaşmaq veya daha refah bir gelecek təyin eləmək, bağımsızlık, suverenlikle hansısa bir devletin maşası olmaya devam etmek arasında bir tercih karşısındadır. Bu hiçbir zaman Azerbaycan için belə olmadı. Ama axı Ermənistan çok uzun bir müddettir. Hatta ben bir şeylerden birisinde gördüm. Rus ifade edilenlerin birisinde dedi ki Rus düşünürlerden birisinin Rusya Çarlık zamanında da Bolşevizm zamanında da Stalin zamanında da lazım olsa Ermənistan meselesinde güçten de istifade ederek Ermənistan'ı her zaman yanında tutmaya çalıştı. Ama Lavrov bu sahada ciddi səhvlər eləyib Rusiyanın xarici siyasetini Ermənistan üzerinden Lavrov'u tənkit eləyən bir görüşü vardı. Əslində o mənada baktığınızda düz değil. Çünkü Ermənistan son 100 yıl ərzində her zaman Rusiyanın bir mənada bir maşası kimi istifade olundu. Bunu da bir mənada Ruslar qəbul edirlər. İndi maşa olmaktan çıxma mərhələsində olub. Bu Rusiyanın maşası olarak artık istifade olunmayacaksa ne etməlidir? Bir, qonşu devletlerle əlaqələrini gücləndirməlidir. Kimdir qonşu devlet? En yakın güçlü qonşu devlet Türkiye, Azerbaycan. Onun için ister istemez ve Avrupa ile əlaqələrini belə Türkiye üzerinden iktisadi əlaqələrini şaxələndirməlidir. Yani Rusya'ya iktisadi olarak möhtaç kalmamalıdır. O zaman Türkiye sərhədlərinin açılması lazım. Türkiye sərhədlərinin açılması da ister istemez yine Azerbaycanla əlaqələrlə ortak koordinasiyaya göre hareket edilir. Yani ister daxili meseleler, ister harici meseleler olsun, her iki blokta hem rövanşist bloklar hem iktidardaki hazırki Paşinyan iktidar ister istemez bu meseleler üzerinden şekillendirmeye mecburdurlar. Çünkü halkı bir mənada neye ses vereceklerini veya nece bir gelecek istediklerini göstermek lazımdır. Burada da mecbur bu yolu tercih etmeye mecburdurlar. Yani bu Azerbaycan'ın belə deyim, Azerbaycan'ın biz bir taraftan da elə baxırıq. Elbette ki Azerbaycan'ın böyüklüğünü, Azerbaycan'ın Kafkasya'daki gücünü de gösterir. Ama bu aynı zamanda Ermənistan'ın biraz evvel dediğim gibi öz taleyini təyin etme xüsusiyyətidir. Bunun bugün orada Azerbaycan değil de diye ki başka bir devlet de olsa Ermənistan buna mecburdur. Çünkü şaxələndirmədiyi sürece hem iktisadi əlaqələrini hem siyasi əlaqələrini şaxələndirmədiyi sürece keçmişe bağlı kalarak dediğimiz gibi yine müharibə şəraitində iktisadi blokada içerisinde devam etmeye mecbur kalacak. İki bir mənada bu görüş arasındaki temel farkta isteseler de istemeseler de Azerbaycan'ı dillendirme ve Azerbaycan'ın üzerinden siyaset təyin eləməyə məcburdur. Cavit bəy, digər məsələ də ondan ibarətdir ki, bugün Volodinin açıqlamasının bir qədər dünənkinə rəğmən daha sərt olduğunu görürük. Hər gün Rusiyalı rəsmilər Ermənistanla bağlı hansısa fikir söyləyirlər, mesajlar göndərirlər. İndiki məqamda biz bunların iqtisadi istiqamətdə təsirlər olduğunu görürük. Politiko'nun bir açıqlaması var idi və orada qeyd edildi ki, 7 iyun tarixində Rusiya Ermənistana müdaxilə edə bilər. Necə bir müdaxilədən söhbət gedə bilər? Tam seçkilərin baş tutduğu gündə necə bir müdaxilənin şahid ola bilərik? Ben birbaşa eskalasiya şeklinde yani askeri müdahale şeklinde bir müdahale kesinlikle gözlemirəm. Buna hem Rusya'nın Ukrayna meselesi sebebiyle birbaşa askeri müdahalesi mümkün değildir. Ama Rusya gizli istihbarat teşkilatları, Rusya'nın paramiliter güçleri böyük ihtimal 7 iyuna kadar bazı tahribat hadiseleri veya tam da seçkiler günündeki gedişata göre tahribatlar, hatta ben belə hesab edirəm ki Paşinyan bu
seçkileri kazansa bile 1-2-3 ay bu baskılar artırılarak hissettirilmeye çalışılacak. Yani Paşinyan kazansa bile elimizde hala da bize bağlı kalsın veya mümkündürse bakın Paşinyan geldi ama ölçe karıştı. Bakın Paşinyan geldi, sülhten söhbət gedirdi. Ölçe içerisindeki garantiyalardan söhbət gedirdi. Ama ölçe yani böyle küçük hadiseleri, toplu hadiseler, biraz daha karışıklıklar artırılarak hatırlayırsınız mı mesela Ermenistan'da bir zamanlar birbaşa parlamente silahlı şahslar girerek ateşler edildi. Yani bu cür hadiseleri gözlemek olar. Ama benim gördüğüm kadarıyla Paşinyan da bunlara bir manada hazırlıklıdır. Yəqin ki o da daxili güçleri buna şəkilləndirəcəkdir. 7'sindeki seçkilere göre ve seçkilerin arkasında ve Avrupa ülkeleri ve Amerika'nın da hem istihbarat desteğiyle hem de bazı bu şekildeki hırda desteklerle, paramiliter desteklerle Paşinyan'a destek vereceklerini ve vermeye devam edeceklerini söyleyebilirim. Cavid bəy, digər məsələ də var. Bugün Paşinyanın açıqlamaları içərisində qeyd etdi ki, Putinlə telefon danışığında razılaşıblar ki, seçki prosesi başa çatdıqdan sonra Paşinyan Kremlə gedəcək və orada iki ölkə arasındakı münasibətlərlə bağlı bütün problemləri həll edəcəklər və razılıqlar əldə ediləcək və ən kritik suallar bir dəfəlik həll ediləcək. İndi burada maraqlı bir neçə məqam var. Yəni Paşinyan artıq qalib gələcəyi, yenidən baş nazir olacağını Putinlə belə deyək, telefon danışığında deyilibsə, səsləndirilibsə, Rusiya tərəfi də deməli buna əmindir. Başa düşürlər bunu və digər məsələ də artıq bu seçkilərin nəticəsindən sonra Paşinyanın Kremlə getməsi və bütün kritik suallara bir dəfəlik həllin tapılmasıdır. Nədən söhbət gedə bilər? İndi əsas məsələ Avrasiya İqtisadi Birliyi və Avropa İttifaqına eyni zamanda üzv olmaq və yaxud da ki, bunları kənara qoysaq, ümumiyyətlə Ermənistanın Avropa İttifaqına yönəlməsi məsələsidir. Bunu Rusiya indi əsas problem kimi görür. Bu problemi necə həll edə bilərlər? Bəli, sizin dediğiniz gibi bir şeyi ağlımızda da tutak ki Rusya'nın necə deyərlər, o stratejik ağlı hələ də var. O Rusya tamamen körü körana hiçbir zaman bir şeyi eləməz. Yani Rusya təxmin eləyir. Məncə də Rusya təxmin eləyir ki bu seçkilərdən düzdür. Hələ müxalifətə dəstək verir, verməyə də məcburdur, özü planlayır bəlkə deyə. Amma məncə də Rusiya təxmin eləyir ki 70%, 80% Paşinyan qazanacaq. Bunu Rusya təxmin edir və o səbəbdən də Paşinyanı tamamen əlinin tərsi ilə itmir və Paşinyanla olan əlaqələrini də hələ bir tərəfdə saxlayır. Və Paşinyanın dediyindən də biz bunu başa düşürük ki Paşinyan Rusya'nın onun kazanacağını emindir ve böylece Paşinyan aslında iki megama toxunur. Bir taraftan Rusya'yı memnun edir. Deyir ki ben kazansam da tamamen Avrupa'ya yönelmeyeceğim. Arxayın olun. Belki de birinci ziyaretini Rusya'ya gerçekleştireceğim. Benim təxminim hətta odur. Yani seçildiği günün belki de birkaç gün sonra ilk ziyaretini Rusya'ya gerçekleştirecek ve öz tabanına da, mühalefetin istifade ettiği o tabana da biz Rusya ile əlaqələrimizi tamamen kopartmırıq. Biz Rusya ile iktisadi əlaqələrimize devam edəcəyik deyib hem öz xalqına biraz garantiya verir hem de Rusya'ya deyir ki ben sizinle tamamen bunu kopartmayacağım. Görüşeceği meseleler barəsinə gəldiyimizdə bəli, görüşeceği meselelerde bunu deyək ki Azərbaycan meselesi. Her ne kadar Rusya son zamanlarda tekrar bir dırnak arası Dağlıq Qarabağ sözünü istifade eləməyə başlasalar da bəziləri, ama Ruslar da bilir ki, Rusya devleti veya ağlı da bilir ki, Cənab Prezidentin dediği gibi o Dağlıq Qarabağ özerkliği onlar getdi cəhənnəmə, o yoktur. Onun geri gelmeyeceğini Ruslar özləri də bilirlər. Onun için Qarabağ meselesi olmayacak danışılan şey. Danışılan şey Ermenistanın bir mənada güvenliği, yani təhlükəsizliyi. Ermənistana deyilecek ki, bəli sen qonşu devletlerle tamam sülh müqaviləsinə gedirsən, sülh görüşmelerine gedirsən ama senin hələ təhlükəsizliğin tam təmin olunmuş değil. Sen bu təhlükəsizliği NATO'dan veya Avrupa İttifaqından gözleme. Senin təhlükəsizliğini yine biz təmin edə bilərik və iktisadi əlaqələr
ilişkilerinin de bizsiz mümkün değil. Bizimle iktisadi əlaqələrini de devam ettir. Tamam, Avrupa İttifakı ile görüşmede bilersen diyecek Rusya büyük ihtimal. Ama Rusya ne istiyor? Ukrayna'da biz bunu gördük. Avrupa İttifakı buraya girmeyecek ve NATO benim sərhədlərimə yaxınlaşmayacak. Sen tampon bölge olarak kalacaksan Avrupa İttifakını bu bölgenin, yani senin onunla əlaqələrin olabilir ama Avrupa İttifakını ve NATO'nun benim sərhədlərimə yaxınlaşdırmayacaksan. Böyük ihtimal esas mesele NATO ve Avrupa İttifakıdır. Burada Azerbaycan veya Qarabağ meselesiyle alakalı veya gelecek sülh müqavilesiyle alakalı, belə deyək, sülh müqaviləsi Rusya'nın çok da əleyhinə değil. Rusya da istəyər ki, əslində əlbəttə Rusya'nın keçmiş politikaları bu idi ki, kiçik etnik gruplar veya kiçik bu xalqlar bir-birlərlə mübarizə aparsınlar, savaşsınlar ve mənə möhtaç kalsınlar, mən idarə edeyim. O devrin artık yavaş-yavaş keçdiyini görür Rusya. Onun için Rusya bir taraftan sülhün berqərar olması mənim sayəmdə oldu imajı yaratmak istəyəcək. Bu, yani Paşinyana bunu diyecek ki, mənimlə həll diyerek bu meseleni sülhte ben büyük rol oynadım gibi göster halkına ve təhlükəsizlik. Təhlükəsizlik de benim təhlükəsizliğim. Aydın. Esastır benim için diyecek. NATO'nu ve Avrupa İttifakını burada istemiyorum.